olmayan neymətlər Allahdadır da, cənnət də Allahdadır. Test elədik bu gün Hikməti, dostlar. Test elədik. Testin analizinin indi videosunu çəkmişik. 2 aydır çöldədir, reabilitasiyaya gəlmir. Nə qəbul eləyir, nə qəbul eləmir, hamısının cavabını videoda göstərəcəyik. Hə, Əkbər müəllim? İnşallah. Özün də şahidi oldun da. Əslində, qonaq kimi gəlmişdi Rəşadın ad günündə bu günləri. Mən zarafatsa dedim ki, gəl test elə, dedi canla başla, hazıram. Həm də ki, söhbətlər olur da görsən, insanlar deyirlər ki, öz reabilitasiyalarıdır, yəni orada hər şey eləyə bilərlər. Amma Həmid müəllim də Allah canı sağ eləsin, yəni Hikməti sağaldıb. Bir gün qonaq gəldi, biz də test elədik, test çıxdı, Reski. Təmiz çıxdı, alko test elədik, narko test elədik, söhbət elədik, bir mütəxəssis kimi, yəni gözündən, başından, vidindən, fasonundan hamısı görünür ki, təmizdir. Maşallah olsun. Üstəlik də ki, 2-3 aydır ki, reabilitasiyaya getmir, cəmiyyətdədir. Valla deyirlər, Quran and olsun, deyirlər ki, reabilitasiyadan Hikmət çıxsa, Rəşad, eşidirsən, Hikməti orada saxlayan, narkotik eləməyə qoymayan şeydir. Reabilitasiyanın içindədir ona görə. Qardaş 2 aydır çıxıb, yəni təmiz əlaqəni kəsib də reabilitasiya ilə. Nə tərib, bir var gedib gələsən 2 gündən bir, 3 gündən bir həftə, 2 aydır getmir. Biz də prosto deyirik ki, görək neyi eləyəcək bu, nətər saxlayacaq özünü. Və bu gün də qəşəng test elədik. Özdə öz reabilitasiyasında yox, digər reabilitasiyada. Ümumiyyətlə nə qədər uşaqlar var ki, yəni özləri yəqin ki, baxırlar canlıda da, çünki canlı baxışımız çoxdur. Reabilitasiya keçiblər, sağalıblar. Bir gün var, Rusiyada uşaq var, Dubayda uşaq var, Qazaxstanda var. Mümkündür qardaş sağalmaq. Yəni 3 il, 4 il ayıqlı olan uşaqlar var ki, cəmiyyətdə normal şəkildə yaşayırlar. O demək deyil ki, ancaq reabilitasiyada işləməlisən ki, ayıq qalasın. Xeyr. O qədər uşaqlar var ki, sağalırlar, qayıdırlar öz işlərinə, öz bizneslərini qururlar, yəni sağlam həyat yaşayırlar. 2 ayda hardadır? 2 ayda hardasan Hikmət? Sual verirlər 2 ayda hardaydı bəs? Sovetskidə, evimdə. Şükürlər olsun Allaha. Əlaqə də saxlayıram, Nail müəllimlə də əlaqə saxlayıram. Əkbər müəllimlə həmişə maraqlanıram, Vüqarla. Həmid müəllimi də maraqlanıram. Amma ki, qurban olum Allaha, mən bugünkü gündə yaşım başım var, mən üçün ayıbdır, mən cavanlar üçün örnəyəm də. Qoy görsünlər ki, bugünkü gündə bu reabilitasiyada işləyən rəhbərlərin böyük əziyyətləri var. Göydə Allah, yerdə bu qardaşlar sağaldır. Mümkündür də, ay dostlar, vallahi mümkündür. Bax, bir nəticə, 2 nəticə Çeçen. Çeçendə 2 ildən çoxdur. Əkbər müəllimin özü. Mənim özüm deyəcəkdim. Vallahi minnətdarlığım var. Sonsuz şükürlər, minnətdarlığım Allahadır.